Salam dostlar, Clash of Clans'da şimdi necə yaxşı hücum eləmək olar onu göstərəcəyəm. Əskərlərimiz indi gedir. Klanımızdan da bizə nəsə əskər göndəriblər. Devlər, onları da devləri də atdıq. Hava savunmasını erincə biz əjdərin birini buraxırıq və o birisini də əjdərin buraxdıq. 2 əjdərimiz qaldı. Bunların ikisini də buradan buraxıldıqdan sonra ovçularla da bunları eləyirik ki, hava savunması əjdərimizi öldürməsin və bütün ovçuları buraxırıq gördüyünüz yerlərə. 3 ulduza saldırmağı göstərəcəyim sizə. Əjdərimizin biri ölmək üzrədir və gedirlər hava savunmasını dağıdırlar. Hava savunmasını aldılar hava savunmasına. Əjdərimizin biri öldü amma gedirik. İndi 3 ulduza hücum eləməyi göstərəcəyim sizə. Gedirik, elədir, gedirik. Əjdərlər çox yaxşı irəliləyir. 2 əjdərimiz və 1-2 okçumuz qaldı. Gördüyünüz kimi indi əjdərlər gedir qalanı 100% almağa. Gördüyünüz kimi barbar klanın canı tamdır. Ona görə də büyücülər hamısı barbar kralı görür. Amma havanı deyiləm elə. Əjdərin biri köy binasını dağıtmaq istəyir. Onu isə büyücü kulesi vurur. Aldılar qalanda 2 ulduz. Büyücüyə hücum eləyirlər gördüyünüz kimi. Büyücünü dağıtdıq. Çox gözəl. 46 saniyə vaxtımız qaldı. 93%'dik. 2 ulduzdur. Getdilər hərəsi bir yana. İndi dağıdacaqlar onu inşallah. Birini dağıtdılar. Onu da dağıtdılar. 100% aldıq. Gördüyünüz kimi qalanı. Çox yaxşı da qənimət əldə elədik. Evə dön. Kanalıma abunə olmayı, klanıma qatılmağı və like eləməyi unutmayın. Klanımın adı Mega Azərbaycan, simgəsi budur. 4 nəfər var klanımda. Klanıma qatılmağı da unutmayın. Sağ olun. Bay bay.